Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Zopun kəndində qeydə alınıb. Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdlərin də olduğu deyilir. Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bakının mərkəzində ağac qırılaraq təhlükəli vəziyyət yaradıb. Hadisə Bakının Əlövsət Quliyev və Rəsul Rza küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, ağac qırılaraq səkinin üzərinə və qismən yolun hərəkət hissəsinə aşıb. Həmin görüntüləri təqdim edirik.